Bahar təravətli Novruz bayramının ən gözəl adət-ənənələrindən və inanclarından biri elə qulaq falıdır. Maraqlıdır. Bu bayramda paytaxt sakinləri heç qulaq falına çıxdılarmı? Özüm şəxsən inanmıram, yəni ki, belə deyim. Ətrafınızda edən olmayıb qulaq falını. Yox, mən ailəm yəni ki, inanmır elə şeylərə, özüm də inanmıram. Amma kim anırsa inşallah elə olsun. Bu Novruzda qulaq falına çıxdınız? Yox. Niyə? Bina evində yaşayırıq, orada eləmək mümkün deyil. Həyət evində olanda yaxşıdır. Yəni bina evində get qulağını, sən beləsi dilə orada heç nə eşitmirsən. Bəs ümumiyyətlə inanırsınız bu adətlərə? İnanırıq, çünki nəyə görə? Biz cavanlıqda bunu etmişik. Məsələn, instituta girəndə eləmişəm, həqiqətən girmişəm. Sonra ailə quranda eləmişəm, həqiqətən də olub. Yəni bunlar mən sınamışam, olubdur. Bəli, əvvəl eləmişəm, indi yox, amma əvvəl eləmişəm. Təsiri olub həyatınızda? Belə də inanclardır. Bu il Novruza qulaq falına çıxmamışam, amma uşaq vaxtı çox çıxmışıq. Həyatınıza təsiri olub mu? Yox, heç bir təsir olmayıb, yəni. Sadəcə adət-ənənədir deyə edilir də. Uşaq vaxtı çıxmışam. Daha doğrusu uşaq vaxtı deməyim, yeniyetmə yaşlarımda çıxmışam. Bu sadəcə bir ənənədir. Yəni düzü yoxlamamışam ki, belə bir reallaşıb yoxsa yox, amma ona inanıram. Gözəl sözlərin, gözəl duaların enerjisinə inanıram. Papaq atmışam, amma qulaq falına yox. Bəlkə də balacaqda inanırdımsa, indi inanmıram. Niyə indi inanmırsınız? Gedib qulaq asıram, nəsə danışırlar, yəni bəlkə pis bir şey danışırlar. İndiki dövrdə inanmıram ki, hamı yaxşı danışsın da, yəni evin içində. Ona görə qulaq asıb ona da bir dərd eləməyə ehtiyac yoxdur. O qulaq falı çox düzdür, mən inanıram ona. Üzük salma da düzdür, hamısı düz çıxıb həyatımızda. Başqa nə adətlərimiz var bizim? Biz gedirdik, məsələn, qapıya gördün, çıxıb su atırdılar. Onda o nəsə tutursansa, o dəqiq həyata keçirdi, belə inanırdıq. Nə belə şeylər. Sonra gecə yarısı biz kətdə bulaq başına gedirdik, saat 12-də. Deyirdilər ki, söyüd ağacı vardı, o ağac başını əyir, bulaqdan su götürür. Ona inanırdıq, gedib oturub gözləyirdik ki, görək söyüd nə zaman başını əyəcək, bulaqdan su içəcək. Əyirdimi söyüd başını? Onu görməmişik. O əyir.